edirsiniz. Yəni demoqrafik problem Rusiyada Ukrayna müharibəsinə qədər də olan bir problem idi. Məhz bunu nəzərə alaraq Putin hakimiyyətə gəldikdən sonra siz bilirsiniz ki, orada ana kapitalı deyilən bir vəsait var və Rusiyada nəzərinizə çatdırım ki, 3 uşaq olmaq artıq çox uşaqlı sayılır və 3 uşaq olan valideynlərə səhv etmirəmsə Amerika dolları ekvivalentində 10.000 dollar civarında ola bilər, biraz çox ola bilər, biraz az ola bilər. Bir dəfəlik analıq kapitalı verirlər, uşaq pulu təminatları verirlər. Hələ keçən ildən hətta məktəbin yaşlarına görə də pullar verirlər ki, Rusiyada, yəni Rusiya böyük ölkədir, amma əhalisi demoqrafik cəhətdən artım üzrə getmir. Ona görə Rusiya hökuməti bu addımları atmışdı ki, demoqrafik problemlər hardasa müəyyən mənada öz həllini tapsın. Amma bütün bu demək sosial paketlərə baxmayaraq, dünən Rusiya prezidenti özü də qeyd etdi ki, demoqrafik problem Rusiya hökuməti üçün əsas problemlərdən biri olaraq qalır. Və bu sözsüz ki, Rusiya-Ukrayna müharibəsindən sonra bu problem daha da çoxalıb. Çünki gənc və orta yaşlı, demək olar ki, insanlar hamısı çoxu müharibəyə gedib, çoxlu ölənlər var və sözsüz ki, bunlar hər biri demoqrafik problemlərə təsir edir. 4 illərlə gənc ailə başçıları var ki, müharibələrdir sözsüz ki, 4 ildə siz təsəvvürə gətirə bilərsiniz ki, övladlıq sayı nə qədər arta bilərdi. Ona görə bu hələ xüsusi qeyd edim ki, hələ müharibə qutarandan sonra necə ki 41-42-ci il müharibəsindən sonraki keçmiş SSR məkanında hələ belə bir problem yox idi. Necə ki bu özün büruzə verdi. Sözsüz ki, hələ müharibə qutarandan sonra bu proseslər 5 illərlə, 10 illərlə bu problem öz aktuallığını saxlayacaq. Eyni zamanda siz qeyd etdiniz, Ukrayna üçün də bu problem çox ciddidir. Səhv etmirəmsə, müharibəyə qədər Ukraynanın 45-47 milyon əhalisi var idi. İndi hətta qərb mətbuatının verdiyinə görə 29-32 milyon arası deyirlər. Əhali qalıb, təsəvvürünüzə gətirin ki, 35-40% Ukraynanın əhalisi azalıb. Bunların neçə milyonu artıq Avropa ölkələrinə köçüb və müharibələrdə nə qədər itkilər verilib. 45 milyonluq bir ölkə artıq 29 milyona yenib və müharibə qutarandan sonra Ukraynadakı o dağıntılar var, yaxımaq prosesləri çətin olacaq. İndi hələ müharibədir deyin, məsələn, ölkədən kənara çıxmaq qadağan olunub, amma bu sərhəd açılarsa heç kimin təminatı yoxdur ki, 5-10 milyon insan yenidən xaricə köçə bilər və bu ölkənin ümumiyyətlə ağır demoqrafik problem yaşanmasına gətirib çıxara bilər. Eyni zamanda yenə də Ukrayna üçün də hələ müharibə vaxtı belədir. Müharibədən sonraki xaricə köçənlər ən çox kimdir? Gənc və orta nəsillər. Və bu gənc orta nəsillər artıq Ukraynada övlad dünyaya gətirə bilməyəcəklər. Avropada doğulanların da Ukrayna dövləti üçün heç bir aidiyyəti olmayacaq. Artıq orada doğulanlar o ölkələrin vətəndaşları olacaqlar. Ona görə hər iki ölkə üçün sözsüz bu çox prioritet məsələdir, problemli məsələdir və Rusiya tərəfi də hər il sosial proqramında demoqrafik problemləri aradan qaldırmaq üçün baxmayaraq müəyyən addımlar atır, irəliyə doğru müəyyən sosial proqramlar demək həyata keçirir. Amma çox maraqlıdır ki, hələlik Rusiya dövlət başçısı, Rusiya hökuməti arzuladığı, istədiyi effekti ala bilmir. 90-cı illərə geri qayıtmaq çətin məsələdir. 90-cı illər Rusiyasında 4 illik bir müharibə olmamışdı. Yəni sistem dəyişilmişdi, böyük bir sistem, 70 il fəaliyyət göstərən sistem çökmüşdü bütün mənada. İqtisadi, siyasi, humanitar, bütün mənada, sosial, bütün mənada bir sistem çökmüş, yeni bir sistem yaranmışdı və yeni yaranan sistemdə o dövr üçün çox böyük kölgə iqtisadiyyatı ilə, cinayət yolla pul əldə eləyən insanlar və onlara qarşı bir cinayətkar dəstələr yaranmışdı.
Reketizm o vaxtdan meydana gələn keçmiş postsovet məkanda bir termindir və bu insanlar arasında yaşamaq, varlanmaq uğrunda mübarizə gedirdi və sosialist mülkiyyətinin bölünməsi prosesi gedirdi. Satışa çıxarılmışdı. O mülkiyyətin ələ keçirilməsi davası gedirdi. Zavodlar, fabriklər su qiymətinə satılırdı və onun kim sahib olacaq məsələsində hətta küs atışmaları gedirdi. İndi mən gözləmirəm ki, 90-cı il prosesi var. Hamba çətinliklər, amma sözsüz ki, siz qeyd etdiniz, 4 il. Bu tək Rusiya aiddir, Ukraynada da bu Bəli, proses bəli, bəli, razıyam. Yəni hər iki dövlətdə birinci, hər iki dövlətin iqtisadiyyatı qurulur hərbi sənaye kompleksi üzərində. Yəni ən ağır proses müharibədən sonra, post müharibə dövründə iqtisadiyyatı yenidən sivil iqtisadiyyata qaytarmaqdır. Bugün üçün Rusiyada hərbi zavodlar 3 növbədə işləyirlər. Yəqin məlumatınız var. Yəni 24 saat. 24 saat insanlar işləyirsə əmək haqqı alırlar. Yəni böyük bir hərbi silahlar üçün tapşırıqlar var və bunu işləyən insanlar əmək haqqı alırlar. Amma post müharibə dövründən sonra artıq o 3 növbəli iş olmayacaq. Və hərbi sənaye üzərində qurulan iqtisadiyyat yenidən mülki iqtisadiyyata qaytarılmalıdır ki, bu çox ağır gedən bir prosesdir. Bu Rusiyada sözsüz ki, çətinlik yaradıyor. Siz qeyd etdiniz və fikrinizlə şərikəm ki, 4 il vuruşan, 4 il çalışan insanlar geri qaydanda sözsüz ki, kimsə ağır yaralı, kimsə şikəst olunmuş halda, kimsə başqa formada başlayacaqlar özləri üçün müəyyən təminatlar tələb etməyə. Sözsüz ki, psixoloji durumu olanlar var, çətinliklər görəndə düşünəcəklər ki, mən vuruşmuşam, mənə daha çox olmalıdır. Yəni bunu müharibə edən bütün ölkələrdə bu hadisələr baş verən bir prosesdir. Bu proseslər olacaq və eyni zamanda biz sadaladığımız daha ağır Ukraynada baş verəcək. Rusiyada belə deyək ki, hardasa Rusiyanın ərazisində müharibə getməyib, dağıntılar yoxdur. Yəni biz reallığı danışsaq və o dağıntılar içərisində deyil Rusiya. Amma siz təsəvvürdə gətirin ki, Ukraynada insanlar var ki, 1 ildir, 2 ildir o səngərlərdən çıxmayıblar. Rusiyada döyüşənlərin çoxu, yəqin məlumatınız var Rozəlim, bu müqavilə əsasında döyüşənlərdir. Aylıq onlara muzlu pul verirlər və ailələrinə də pul verirlər. Amma Ukraynada elə insanlar var ki, 2 ildir, 3 ildir səngərlərdən çıxmır və səngərlərdən çıxmayan insanlar geri qayıdıb dağılmış şəhərlər, kəndlər, olmayan iqtisadiyyat olanda hələ gələn il üçün Ukraynanın büdcəsində 45 milyard dollar kəsir var. Yəqin məlumatdasınız. 2 ilə bu 90 milyarddır. Məhz Avropa İttifaqı bugün o pulu axtarır ki, və o cümlədən Rusiyanın orada olan puluna əl qoyub ki, 210 milyard pul var Avropada, fondda pulu var. Ora əl qoyub ki, o pulu necə eləyək ki, biz Ukraynaya yatırıq. Yəni başqa Avropada pul yoxdur yatırtmağa Ukrayna üçün. Yəni bu çətinliklər var, gözlənilir, sözsüz. Amma bir şeyi də biz diqqətinizə çatdırır. Siz yəqin ki, bugün tanış olmuşsunuz. 28 bəndlik, buna sülh layihə proqramı deyirlər, amma mən bunu çərçivə bir layihə adlandırıram. Çünki Ukrayna Rusiya arasında sülh bağlanması bəlkə də Rusiya-Yaponiya arasında olan bugünə qədər bağlanmayan qədər bir çəkəcək. Bu çərçivə sazişidir ki, bu problemin həll olunmasında ən aşağısı döyüşün dayanmasından söhbət gedir. Bu çərçivə sazişində orada bir bənd var, yəqin siz oxumuşsunuz bugün. Bunu da Ukrayna saytları, Airbag Ukrayna saytı yayınlayıb bu sənədi. Orada Rusiyanın yenidən dünya iqtisadiyyatına qayıtışı məsələsi var, Amerikanlar tərəfindən qoyulub. Sanksiyaların yavaş-yavaş aradan götürülməsi var. Rusiyanın dünya iqtisadiyyatına reinteqrasiyası məsələsi var və orada 200 milyard Rusiya pulunun Ukraynaya xərclənməsi var ki, onun da 50% elə bil ki, gəlirin Rusiya özü götürəcək. Yəni, belə proseslər də var ki, bəlkə bu layihə baş tutarsa, Rusiya yenidən reinteqrasiya edilərsə, Rusiyanın enerji sektoruna olan sanksiyalar yumşaldılarsa, sözsüz ki, Rusiya bu vəziyyətdən çıxa bilər. Yəni, amma bütün bunlara baxmayaraq, sözsüz ki, adaptasiya olunmaq o dövrə, post-müharibə dövrünə
sözsüz hər iki ölkə üçün çox çətin olacaq.